Güdül üçün ölçümüzü götürürük. Güdüllərimiz belə. Arxada 2 ədəd, burada 1 ədəd yastı kanal, qabaqda da 2 ədəd güdülü. Və dişlərimizi bir göstərək. Dişlər də bunlardır. Bax, dağılmış, güzgündən gördüyünüz kimi bax, dağılmış, sökülmüş belə bir dişlərdir. Bunları qapaq altına salacağıq. Burada məsələmiz nə idi? Burada keramkanın altından, bu hissələrdən dişlər açıqdaydı. Ona görə də bu qaralıb burada çürüyürmüş görəsək. Eyni məsələ də burada da görürük. Keramikalar artıq burada olub əvvəllər işlənilib. İndi isə diş ətləri çöküb. Diş ətləri çöktükcə burada aralar əmələ gəlir və burada məsələ mexanizmlərdir. Burada ağız suyu girir. Bu hissədən sementi yuyur. Buralardan girir, sementi yuyur, xarab edir. Dişin də bu çöldə qalmış hissələrini artıq nə qədər də o su yonulub, bura bor dəyib eləyib. Onları da məhv eləyir. Və qapağın burada qalması heç də dişin sağlam qorunması anlamına gəlmir. Gələcəkdə burada sökəndə bir də görürük ki, altında diş qalmır, çürüyüb gedir. Bütün bunların profilaktikası olaraq bunlar sökülməlidir və keramikalar yenilənməlidir. Bu tərəfi sonra eləyəcək, pasiyentin istəyinə uyğun olaraq bir yerdə də eləyə bilərik. İndi biz bu tərəf eləyirik və söktük, gördük, bulonlar var filan var. Təkrar müalicələr elədik kanalı və burada da güdüllər hazırladıq. Yəni dediyim kimi bu da güdülün ölçüsü. Ölçünü götürürük. Eyni tərzdə bunları metala çevirəcəyik. Gətirib bura qoyacağıq. Bura fiber post olar mı? Olar. İndi amma seçimimiz metal keramik olacaq. Altlarına da o səbəbdən metal güdül qoyuruq. Ola bilər sonradan fikrim dəyişsin, heç burada zirkon olsun. Fərq eləmir. Bağlayırıq. Az bağlayaq. Belə bir görünüş var burada.